Çünki Adday girdi, həm qol vurdu, həm bir epizod oldu. Elvin Cəfərquliyevlə çox yaxşı divar paslaşması elədilər. Bir neçə epizodda zamanında ötürmələrini elədi. Ümumiyyətlə Addayın əvvəlki illərdə problemi nə idi? Biraz məhəllə futbolu oynayırdı, xaotik futbol oynayırdı. Ötürmə vermək lazım olanda sanki qapıya zərbə vururdu, qapıya zərbə vurmaq lazım olanda ötürmə eləyirdi. Adam nəyi nə vaxt eləyəcəyini düzgün müəyyənləşdirə bilmirdi və bu ciddi problemə çevrilirdi. Bu mövsüm Adday biraz fərqli oynayır. Sanki Qurban Qurbanov Addaya futbolun necə oynamalı olduğunu artıq izah eləyə bilib. Onun o sarı siminə toxunub, onun o idrakını aşılaya bilib ki, bax futbolu belə oynayırlar. Artıq görürsən ki, ansamblə hardasa uyğunlaşmağa çalışır və Qarabağ üçün bu bir pozitiv notdur. Çünki adamda o keyfiyyətlər var. Biz Avrokubok maçlarında da görürük ki, oyunun ruhuna düşdüsə, oyuna alındısa fərq yarada bilir və qarşıda onun performansı Qarabağ çox lazım olacaq, lazım gələcək. Bu oyunda da mən deyərdim yaxşı qoşuldu, yaxşı görünənlər. Sanki inkişafı görünürdü buna qədər və o Kopenhagenlə qoldan sonra motivasiyası da çox yüksəkdir sanki Addayın. İstənilən halda belə oyunlar, belə qollar, belə performanslar futbolçu özgüvən verir. Bəli, artır.